Salam değerli izləyicilərim, kanalıma xoş gəldiniz. Bəzən insanlar Tanınmış səni aparıcı necə tanımaq prodüser istəyirsə elə Tarix tanıyacaq, heç nə Hacı Şahin dəyişməyəcək. Heç məzarını özü ziyarət haqqında edib. Bu həqiqətində barədə Əli aparıcı Əleyhisselamın sosial gözəl media bir sözü vardı. hesabında Əlin paylaşım içində edib. firuzə qaş saxlansın. Hacı Şahinin Kənardan biri məzarını deyir ilk dəfə bugün quru ziyarət yarpaqdır, etdim. biri deyir Bir mistir, insanın biri deyir daşdır. beynindəki Sən rahat ol. dərrakəsi Bilirsən ki, düşüncəsi Firuzə, minlərlə sən məni Hacı ümumiyyətlə Şahini tanıya bilməzsən, sevənlərin sən məni sevgisini yenidən üzdən tanıya alovlandırırım. bilərsən. Buranı Mən bilə belə onun bilərsən. ziyarətinə getməyə vadar etdim və əminəm ki, Hacı Şahini yaddaşlarında saxlasalar da, qəlblərində sevsələr də, beyinlərində bəzi fikirlərlə, bəzi problemlərlə onu bir anlıq unudan insanlar belə ona olan sevgisini yenidən alovlandırdılar və yüz minlərlə, milyonlarla rəhmət qazanmış bir insana yenidən rəhmət oxudular. O dünyada da qalib gəldi. Adın uca oldu Hacı Şahin. Bəli, sən o dünyada olsan da, adın bu dünyada var olan bəzi Allahsızlara yenə də ağır gəldi.